Çayını hazırla çünki kargolarım gəlib, birlikdə açırıq. İlk öncə belə bir sadə ağ tişört və klassik qara şalvar. Çox bəyəndim. Əsasən şalvara bayıldım. Oturuşu falan çox gözəldir. Materialda çox qəşəngdir qiymətinə görə. Bayıldım. Dedim elə klassik şalvardan da davam eləyək. Bir dənə bu şalvarın rənginin gözəlliyinə baxın qızlar. Bayıldım. Oturuşunu, qəlibini çox bəyəndim. Sadəcə gərək bir ölçü kiçik sifariş eləyərdim. Biraz da ayaqları uzundur, dərzidə həll eləmək olar. Mən bu şalvarı çox bəyəndim. Mükəmməldir. Mən bu ətəklə eşq yaşadım. Çox qəşəngdir. Bunun altına qəhvəyi tonlarda bir bot, üstünə basic parça çox qəşəng olmazmı? Yəni materialını kaş buradan sizə ötürə bilərdim necədir, yumuşaqdır. Mükəmməldir. Və belə bir sadə qara ətək. Normalda mən bu cür ətək tapmaqda çətinlik çəkirəm. Hamısı belə dar gəlir, amma bu dar gəlib ətək hissəsindən enlənir. Çox qəşəngdir, bunu da bəyəndim. Bu dəfəki alış-verişimdəki parçalar möhtəşəmdir. Əfsanəni xatırlayaq bir dənə. Mənim o sizlər tərəfindən çox sevilən möhtəşəm kazağım. Məndə olandan artıq 2 ildir ki geyinirdim. Məhv olmuşdu. Gördüm endirmə düşüb, sifariş elədim yenidən. Məndə bunun bir neçə rəngi var. Çox sevərək istifadə edirəm. Çox gözəldir. Belə materialını yaxından sizə göstərim. Bəlkə də hiss eləyərsiniz necə material var. Sən deyil, mənim də. Amma sən də sifarişlər və növbəti kargoda da maviyyənin alış-verişini açacaq dostlar. Materialı çox qəşəngdir. Sadəcə bilmirəm, ölçüsünü mən səhv vurmuşam, yoxsa bunun qəlbi belə oversize'dir. Duruşu amma belədir. Bunu da çox bəyəndim. Növbəti sifarişim isə polodandır. Yəni polo keyfiyyəti öz sözünü deyir. Mükəmməldir, bəyəndim. Mükəmməl. Belə bir sadə ağ köynək. Oradan baxanda məktəblilərə oxşamıram sizcə də. Kövrəldim biraz. Yaxşı ki bir ölçü böyük sifariş eləməmişəm. Çünki qəlibi oversize'dir, daha da bol olacaqdır. Növbəti sifarişim Bershkadandır. Və bu şalvar da belə oldu. Yəni görün nə gözəl görsənir. Sadəcə biraz uzundur, onu da dərzidə həll eləyəcəm. Çox qəşəngdir. Alış-verişimin son parçası. Mən bu köynəyi qəhvəyi adı ilə sifariş eləmişdim, amma qəhvəyi rəng deyil. Bordonun qəhvəyinin belə qarışıq bir rəngdir. Amma bunu da bəyəndim. Ağ şalvarlarla çox qəşəng kombinləmək olar. Payız aylarında çox qəşəng görsənir. Bu dəfəki alış-verişim bu qədər. Növbəti kargo açılımında görüşərik.